Bugünkü mövzumuz yerin öz ox ətrafında hərəkəti olacaq. Deməli, yerin öz ox ətrafında hərəkəti biz bildik ki, 24 saat olur. Yəni, yer öz ox ətrafında bir tam dövrünü nə qədər müddətə başa vurur? 24 saat. Və bu 24 saat ərzində nə qədər dönür? 3 saat 60 dərəcə dönür. Düzdür? Yaxşı. Gəlin görək, 24 saat əgər 3 saat 60 dərəcə dönürsə, 1 saata nə qədər dönər? Bunun üçün sadə tənasıb tutmaq lazımdır. X bərabərdir 360-ı 24-ə bölür. Bu deyil 15. Deməli, yer kürəsi 1 saata nə qədər dövr edir? 15 dərəcə. Onda belə çıxır ki, 1 saatımız neçə dərəcədir? 15 dərəcədir. Əgər yer kürəsi 15 dərəcəni 1 saata, yəni 60 dəqiqəyə dönürsə, görək 1 dərəcəni dönmək üçün nə qədər vaxt lazımdır? Neçə dəqiqə vaxt lazımdır? O da x bərabərdir 60 bölünsün 15 bərabərdir 4. Onda belə çıxdı ki, 1 dərəcəmizdə 4 dəqiqədir. Bax, bizə məsələlərdə daha çox olacaq. 1 dərəcəmiz 4 dəqiqədir, 1 saatımız 15 dərəcədir. Yerin günəş ətrafında hərəkəti zamanı biz dedik ki, nə yarandı? Fəsillər yarandı, işıqlanma uşaqları yarandı, gecə-gündüzün uzunluq fərqi yarandı. Yerin öz ox ətrafında hərəkəti zamanı gecə-gündüzün növbələşməsi yaranır. Nə yaranır? Gecə-gündüzün növbələşməsi. Növbələşməsi. Aydın oldu. Gecə-gündüzün növbələşməsi nədir? Yerin günəşə tərəf olan hissəsi gündüz, əks tərəfi gecə. Günəşə tərəf olan hissə gündüz, əks tərəfi gecə. Sutqalıq küləklər yaranacaq. Sutqalıq nələr yaranacaq? Küləklər. Bunlara bəzən hansı küləklər deyirlər? Brizlər. İndi o inşallah atmosferi bölməsində küləklərdə bundan biz danışacaq. Aydın oldu. Saat quşaqları anlayışı da məhz buradan yaranır. İndi gəlin bunu silək, davam edək. Deməli, biz dedik ki, yer kürəsi 24 saatda 360 dərəcə dönür, düzdür? 24 saata 360 dərəcə. İndi, onda 1 saata dediyi nə qədər dönəcək? 15 dərəcə. Onda biz yer kürəsində hər 15 dərəcədən 1 saat qurşaq keçirsin. Yer kürəsində neçə saat qurşaq olacaq? 24. Baxın, onu necə edirlər? Buraya yazıq 0. Yəni, qırmızı verir. Düzdür? İndi bu izinə xətt çəkirik, bu izinə də xətt çəkirik. Buraya yazıq 7,5 dərəcə şərq uzunluğu, buraya yazıq 7,5 dərəcə qərb uzunluğu. Bu neçə saat qurşağı? 0-cı və ya neçə saat qurşağı? 24-cü. Aydın oldu. Bundan sonrasında Qırmışdan şərqə doğru gedirik də 7,15-in üstünə 15 gəlir. Neçə edir? 22,15. Bu olur neçə saat qurşağı? 1-ci saat qurşağı. Üstünə gəlir 15, 37,5. Bu olur neçə saat qurşağı? 2-ci saat qurşağı. Şərq uzunluqlarda bunlar. Hər dəfə bunu təkrar yazmaq istəmirəm. Üstünə gəlir 15. Elə neçə saat qurşağı? 52,5. 3-cü saat qurşağı. Şərq uzunluğu. Üstünə gəlir 15, 67,5. Bu oldu neçə saat qurşağı? 4-cü saat qurşağı və bu kimi belə gedir. Hara qədər gedəcək? Tam gələcək olacaq neçə? 24. Burada da həmçinin belə gedir. 7,5, 15, 22,5 qərb uzunluğu. 23 saat qurşağı. Tərcə 23, 25 saat qurşağı yoxdur. Üstü 15, 37,5 dərəcə qərb uzunluğu. Oldu 22 saat qurşağı. Üstünə 15, 52,5 dərəcə qərb uzunluğu. Oldu 21-ci saat qurşağı. Deməli, yer kürəsində neçə saat qurşağı ayrıldı? 24 saat qurşağı ayrıldı. Nədən ayrıldı? Çünki yer kürəsi əgər 1 saata 15 dərəcə dönürsə, 360-ı 15-ə böləndə tapırıq ki, 24 saat qurşağı var. Və saat qurşaqlarına nələrə diqqət edəcəksiniz? Deməli, birinci, bunlar hamısı belə deyək də, meridianlardır da, hamısı da ekvatorla kəsişirlər. Birinci, 11-ci saat qurşaqları SE 1-11. Bunlar yerləşir hansı yarımkürədə? Şərq yarımkürəsində. Yaxşımı? 13, 23-cü saat qurşaqları yerləşəcək qərb yarımkürəsində.
0, 12, 24-cü saat qurşaqları isə həm şərq, həm də qərb yarımkürələrində yerləşəcəklər. Bütün saat qurşaqları ən az 3 yarımkürədə yerləşir. Məsələn, mən deyirəm 2 saat qurşağı. Deyirsən, müəllim, şərqdə, düzdür, Qrinviçdən şərqdədir. Şərqdə, ekvatorda, şimalda, cənubda. Deməli, 0, 12, 24 saat qurşaqları neçə yarım kürədə yerləşir? 4 yarım kürədə yerləşir. 4 yarım kürədə yerləşir. Gəldik qalanları neçə yarım kürədə yerləşəcək? 3 yarım kürədə. Aydın oldu? 3 yarım kürədə yerləşəcək. Ümumiyyətlə, yəni bu, belə deyək, məntəqənin neçən saat qurşağında yerləşməsini tapmaq üçün biz nə etməliyik? Verilən məntəqəni 15-ə bölməliyik. Məsələn, deyir ki, 50 dərəcə şərq uzunluğu, 50 dərəcə şərq uzunluğu neçən saat qurşağında yerləşir? Və yaxud da 45 dərəcə şərq uzunluğu neçən saat qurşağında yerləşir? Və yaxud da 75 dərəcə qərb uzunluğu neçən saat qurşağında yerləşir? 45-i böldün 15-ə neçə elədi? 3. Artıq sən şərq deyirsə, demək 3 saat qurşaqdır. Amma 75-i böldüyü 15-ə neçə elədi? 5. Qərbdə axı, qərbdə olanda aldığımız cavabı 24-dən çıxırıq. Deyirik, neçən saat qurşağında yerləşir? 19-cu saat qurşağında. Qərb uzunluğunu soruşursa, yadda saxlayın, 24-dən çıxırıq. Aydın oldu uşaqlar. Amma şərqdə olanda heç nə. Məsələn, deyək ki, 120 dərəcə şərq uzunluğu, məsələn, burada yazaq. 120 dərəcə şərq uzunluğu neçən saat qurşağında yerləşir? Bunun üçün 120-ni bölürsünüz 15-ə, eləyir nə qədər? 8. Deyirsən ki, mən 8 saat qurşağında. Amma desə məsələn, 150 dərəcə qərb uzunluğu, 150 dərəcə qərb uzunluğu neçən saat qurşağında yerləşir? Bölürsünüz 15-ə, 10, bəli. 24-dən də nə edirik? 10-u çıxırıq, eləyir neçən saat qurşağı? 14-cü saat qurşağı. Sual yarana bilər ki, Nizat müəllim, elə siz ancaq 15-ə bölünənləri götürdünüz. 128, 120 məsələndə bölünməyənlər. Məsələn, görürsünüz, burada 50 dərəcə şərq uzunluğunu sağladı. Məsələn, 50 dərəcə şərq uzunluğu neçən saat qurşağında yerləşir? 50-ni böldük 15-ə. Neçə elədi? 3. Qalığa fikir verin, qalıq neçədir? 5. 45, 5, düzdür. Qalıq 7-15-dən kiçik olanda heç nə. Yazırsan neçən saat qurşağı? 3-cü saat qurşağı. Məsələn, olsaydı ki, 58 dərəcə qərb uzunluğu, üzr istəyirəm, şərq uzunluğu neçən saat qurşağında yerləşir? Böldün 15-ə. Neçə elədi? 3, 45, qalıq da 13. Düzdür. Qalıq neçədir? 13. Qalığa fikir verin, 7-15-dən nədir? Böyükdür. Ona görə aldığımız qismətin üzərinə nə əlavə edirik? 1 əlavə edirik. Demək, biz nə dedik? Əgər məntəqənin neçən saat qurşağında yerləşməsini taparkən qalıqla rastlaşarıqsa, bu zaman biz aldığımız qalığa xüsusi diqqət edirik. Əgər həmin qalıq 7-15-dən böyükdürsə, aldığımız qismətin üzərinə 1 əlavə edirik. 7-15-dən kiçikdirsə, bu proses davam edir. Primitiv şəkildə başqa bir misala baxaq. Məsələn, deyir ki, 71 dərəcə qərb uzunluğu, 71 dərəcə qərb uzunluğu neçən saat qurşağında yerləşir? Bunun üçün 71-i bölüyü 15-ə eləyir 4 dəfə. Amma qalığı 11-dir. Qalığı 11 olduğu üçün aldığımız ədədin üstünə nə əlavə edirik? 1 əlavə edirik, eləyir 5. Və diqqət eləsin, hansı yarımkürədən söhbət gedir? Qərb yarımkürəsi. Bəli, 24-dən də nə çıxırıq? 5. Eləyir neçən saat qurşağı? 19-cu saat qurşağı. Tam aydın oldu. Yəni, məntəqənin neçən saat qurşağında yerləşməsini tapmaq üçün xüsusilə biz nəyə diqqət eləməliyik? Məntəqə şərq yarımkürəsindədir, qərb yarımkürəsindədir. Şərq yarımkürəsindədirsə, aldığımız ədəd olduğu kimi qalır. Qərb yarımkürəsindədirsə, aldığımız ədədi nə edirik? 24-dən çıxırıq. Ondan sonra orada qalığa xüsusi diqqət edirik.
7.5-dən böyükdürsə, nə edirik? Üzərinə 1 əlavə edirik. 7.5-dən kiçikdirsə, olduğu kimi qalır. Bu, məntəqənin neçən saat qurşağında yerləşməsini tapmaq üçündür. Bəs hər hansı bir saat qurşağının orta meridianı tapmaq üçün nə etmək lazımdır? Hər hansı bir məntəqənin hansı saat qurşağında yerləşməsini tapmaq üçün nə etmək lazımdır? Saat qurşağının orta meridianı tapmaq üçün nə etmək lazımdır? Məsələn, 3-cü saat qurşağının intervallarını bıraq. Məsələn, 3-cü saat qurşağının intervalını bıraq. Düzdürmü? Gəlin birinci, bunun üçün biz bunun orta meridianı tapmalıyıq. Hər hansı bir saat qurşağının orta meridianı tapmaq üçün verilən saat qurşağına 15 adırmaq lazımdır. 3-cü saat qurşaqda 1-11 saat qurşaqları arasındadır, yəni şərq yarımkürəsindədir. 3-ü vurduq 15-i neynədir? 45. Deməli, bu saat qurşağının orta meridianı neçədir? 45 dərəcə şərq uzunluğudur. İndi bunun intervalları deyil, yəni sağı solu nə qədərdir? Və mən deyim, 45 üstə 7, onda 5, elədir 52,5 dərəcə şərq uzunluğu. 45 çıxılsın 7, onda 5, elədir 37,5 dərəcə şərq uzunluğu. Bu, neçən saat qurşağının intervalıdır? 3-cü. 52, onda 5, 37, onda 5. Fərq nədir? Doğrudan da 1 saat qurşağı neçə dərəcədən bir seçilirdir? 15 dərəcədən bir seçilir. 37, onda 5, 52, onda 5. Deməli, istənilən saat qurşağının orta meridianı tapmaq üçün biz sadəcə olaraq verilən saat qurşağı neyinə verilir? 15-ə vurmalıyıq. Məsələn, gəlin 10 saat qurşağının orta meridianı və intervalını tapaq. 10 saat qurşağında bildiyimiz kimi 1-11 saat qurşaqları arasında olduğuna görə şərq yarımkürəsində yerləşir. Deməli, 10-cu saat qurşağı. Bunun üçün 10-u vurduq 15-ə neynədir? 150. Düzdür? Deməli, bunu yenə də çəkirik. 150 dərəcə şərq uzunluğu. Üstünə 7,5 çıxılsın 7,5. 150-dən 7,5 çıxanda eləyir 142,5 dərəcə şərq uzunluğu. Bu oldu. 150-nin üstünə də 7,5 elədi 157,5 dərəcə şərq uzunluğu. Aynı oldu. Bu oldu neçən saat qurşağı? 10-cu saat qurşağı. Yenə də diqqət eləsiniz, biz ancaq şərq yarımkürəsindən danışırıq. Gəlin, bir də qərb yarımkürəsində olan saat qurşağının orta meridianını və intervallar çərçivəsini çəkək. Diqqət edin. Məsələn, 1-11 saat qurşaqlar şərq yarımkürəsində idi. İndi biz 13-23 saat qurşaqları arasında istədiyimiz saat qurşağının intervalını qura bilərik. 13-23 saat qurşaqları arasında. Neçə olsun siz deyin? 15 olsun. Tamam. 15. 15-ci saat qurşağının orta meridianı tapmalıyıq. Deməli, biz neyləmişdik 15 almışdıq? 24-dən çıxırıq 15-ə. Eləyir nə? 6. Mütləq. Şərq-qərb yarımkürəsində saat qurşağının orta meridianı tapmaq üçün neyləməliyik? 24-dən çıxmalıyıq. Bəyəkçi kimi. Aydın oldu. 6 tapdıq. 6-nı vurduq 15-ə neynədir? 90. Deməli, nə? 90. 90 dərəcə qərb uzunluğu. Burada nə var? Qrimviz. Yadınızda saxlayın. Deməli, burduji, qrimvizə tərəf neynəməliyəm? Azaltmalıyam da 90-dan 0-a gedir. Bu elədir 82,5 çıxdım da. Bu da elədir 97,5 dərəcə qərb uzunluğu. Bu oldu neçən saat qurşağı? Neçə idi? 15-ci saat qurşağı. Gəlin bilmirik başqa bir şey. Məsələn, 22-ci saat qurşağını tapaq. 22 saat qurşağı. Qərbdə yerləşdiyinə görə neynəməliyik? 24-dən çıxmalıyıq. 24-dən çıxdım 22 elə neçə? 2. İndi mən 2 saat qurşağının orta meridianı tapıram. Vururam nəyə? 15 elə nə qədər? 30. Deməli, bu 30 dərəcə qərb uzunluq. Burada bizim nəyimiz var? Qrimviz meridianımız var. Deməli, bu tərəfə gələndə neynəməliyəm? Azaltmalıyam, bəli. 30-dan çıxıram 7,5 edir nə? 22,5 dərəcə qərb uzunluğu. 30 üstə 7,5 gələn 37,5 dərəcə qərb uzunluğu. Aydın oldu. Ümumiyyətlə, əziz şagirdlərim, burada nəyə diqqət edin? İndi yerli vaxt və qurşaq vaxt anlayışı var. Yazırıq bura, diqqət edin. Yerli vaxt, bir dənə qurşaq vaxtı. Qurşaq vaxtı. Yerli vaxt meridianlar üzrə hesablanan vaxtda deyilir. Qurşaq vaxtı isə bütün saat qurşaqların orta meridianı üzrə hesablanan vaxtda deyilir. Aydın oldu. Bütün saat qurşaqlarının orta meridianı tutaq bilmirik hansı saat qurşağı var.
Orta meridianı hər zaman 15-ə nə olur? Tamam bölünür. Aydın oldu. Məsələn deyirəm, uşaqlar. Məsələn deyirəm, 6 saat quşağın orta meridianı deyirsən, mən 90 dərəcə şərqində, 6 vurduz 15-ə. Deyirəm, 20 yox, 20 biraz çox olur. 20 saat quşağın orta meridianı deyirsən, müəllim, 20 saat qərbdədir. 24 çıxasın 24, vurduq 15-ə elədinə 60 dərəcə gəldi zonlara. Deyirəm, 7 saat quşağın orta meridianı 105 dərəcə gəldi zonlara. Bunları deməkdə məqsədim odur ki, qurşaq vaxtı bütün saat quşaqların orta meridianı üzrə hesablanan vaxtı. Yaxşımı? Yerilir 15-ə tam bölünür. Amma yerli vaxt istənilən meridian üzrə hesablanan vaxtda. Tutaq ki, bu 10 dərəcə şərq zonudur, düzdür. Burada nə qədər məntəqə varsa, hamısında yerli vaxt deyildir. Aynı o. 50 dənə də ölkə olsa bu meridian kəsişdiyi nöqtədə, hamısında yerli vaxt deyildir. İndi məsələ mən sizə deyirəm, baxın, 5 dənə qara belə deyək, meridian yazacaq. 30 dərəcə qərb uzunluğu, 55 dərəcə şərq uzunluğu, 120 dərəcə şərq uzunluğu, 73 dərəcə qərb uzunluğu, məsələn 180 dərəcəlik meridian, 180 dərəcəlik meridian, 75 dərəcə şərq uzunluğu. Aydın oldu. İndi bunların hansında qurşaq vaxtı olacaq? Qurşaq vaxtı 15-ə bölünür. Qurşaq vaxtı 15-ə bölünür. Qurşaq vaxtı 15-ə bölünür. Qurşaq vaxtı 15-ə bölünür. Bəs hansılarda yerli vaxt olacaq? Hamısında. Dedim, bütün meridianlarda yerli vaxt. Yəni, yerli vaxt 15-ə bölünməsin. Belə şey yoxdur. Bütün məntəqələrin hamısında yerli vaxt var. Yəni, burada da qurşaq vaxtı yerli vaxt. Yerli vaxt. Həm də yerli vaxt, təkcə yerli vaxt, burada da yerli vaxt, burada da yerli vaxt. Demək, yerli vaxt 360 dənə meridian yoxdur. Hamısında yerli vaxt var. Onların içində istisnalar nədir? 15-ə bölünənlərdə həm də nə var? Qurşaq vaxtı var. Tam aydın oldu. İndi gəlin bir balaca bunun məsələ hissəsi var. O məsələ hissəsində nə fikir verəcəksiniz? O məsələ hissəsində siz daha çox bir saatınız nə qədər? 15 dərəcə, 1 dərəcəmiz 4 dəqiqə anlayışına diqqət edəcəksiniz. Məsələn, Bakıda saat, məsələn, bu arada bir şey də deyim ki, saat qurşaqları məsələlərində eynilik ehtiyac yoxdur. Aydın oldu, eynilik söhbətinə ehtiyac yoxdur. Məsələn, Bakıda saat, Bakı deyən kimi 50 dərəcə şərq üzrəndə, eynilik deyil. Bakıda saat, məsələn, deyək, 15:50-dir. Hal-hazırdakı saatı deyim də, 16:25. 16:25-dir. Deyir, bu zaman İngiltərənin paytaxtı London şəhərində saat neçə olur? Londondan keçən meridian hansı idi? Greenwich meridianı. Demək, şagirdlər, diqqət edin. Birinci biz bunlar arasında nə tapırıq? Dərəcə fərqinə. Nə qədər fərq var? 50 dərəcə. Bəs mən dedim, 1 dərəcəmiz neçə dəqiqədir? 4 dəqiqə. Onda 50 dərəcəmiz nə qədər olur? 50x. Bunun üçün x bərabər. 50 vurduz 4-ə. Elədi nə qədər? 200 dəqiqə. 200 dəqiqədə saat və dəqiqə kimi göstərsin, 60-a böləndə eləyir nə qədər? 3 saat 20 dəqiqə. Burada incə məqam, bu mütləq nəzərdə olmalıdır. Qərbdəki məntəqələr hər zaman şərqdəki məntəqələrdən irəlidir. Üzr istəyirəm, geridir. Məsələn, Türkiyə bizdən saat baxımından geridir. Nəyə görə Türkiyə bizdən qərbdədir? Çin bizdən, Yaponiya bizdən, Türkmənistan bizdən, Qazaxıstan bizdən, Hindistan, hamısı bizdən vaxt saatı iqadır. Çünki onlar bizdən şərqdədir. Xəritədə daha saatlarlar. İndi, London bizdən qərbdədir. Deməli, onun vaxtı bizdən nədir? Geridir. İndi bizdə 16:25-dir. Oradakı vaxtı tapmaq üçün 16:25-dən çıxıram nəyi? 3:20. Hal-hazırda İngiltərənin paytaxtı London şəhərində saat hələ 13:05-dir. Aydın oldu. Bax, bu belə hesablanır. Fikrim çatdı. İndi sual ola bilər ki, müəllim, 1 saat nə deməkdir? Diqqət edin. Məsələn, bunlar arasında 50 dərəcə fərq var. Aydan çatırım, baxın. 0, bu da 50. Düzdür. Bunlar arasında nə qədər fərq var? 50 dərəcə. Və burada saat 16 artıq 30-dur. Hər nəsə deyək.
Bu 50 dərəcəni necə götürmək olar? Deyirsiniz Nicat müəllim, 50 dərəcəni 45 dərəcə üstə 5 dərəcə kimi götürmək olar. Olar da. İndi 45 dərəcəmiz, bir saatımız neçə dərəcədir? 15. Bəs neçə saatımız 45-də? 3 saatımız. Düzdür. 45-i bölürsən nəyə? 15-ə. Verir nə? 3 saat. Deməli, bu oldu 3 saat. İndi əlimizdə qaldı 5 dərəcə. 1 dərəcəmiz neçə dəqiqədir? 4 dəqiqə, 5 dərəcəmiz neçə dəqiqədir? 20 dəqiqə. Elə deyil. Deməli, arada nə qədər fərq var? 3 saat 20 dəqiqə. Düzdür. 16 30 çıxılsın yenə 3-20. Bu deyilir 13, 10. Aydın oldu. İndi bunun başqa bir formatına da baxaq. Sonra keçəcəyik nəyə? Güvənin testindən buna nümunələrə baxmağa. Diqqət edin zəhmət olmasa. Məsələn, deyir ki, məsələn, 30 dərəcə şərq uzunluğunda, qərb uzunluğunda, 30 dərəcə qərb uzunluğunda saat 13:50-dir. Bu zaman, məsələn, deyək, 70 dərəcə şərq uzunluğunda saat necə olar? 70 dərəcə şərq uzunluğundakı saat istəyir bizdən. Ortada nə var? Qrafik meridian var, düzdür. Buradan bura neçə dərəcədir? 30. Buradan bura neçə dərəcədir? 70. Bunu etməyə görə deyirəm. Mən ümumiyyətlə sizə bucaq nədir bu? Gəlləri tapmaq üçün demişəm, biri qərbdə, biri şərqdə olanda dərəcə fərqini tapmaq üçün. Qərbdə, şərqdə olanda dedim ki, toplanırlar. Çünki tutaq ki, 50 dərəcə şimal illiyi 30 dərəcə cərb edir. 50 dərəcə şimal illiyindən ekvatora 50, aşağıda 30-80. İndi 30 dərəcə qərb uzunluğu, 70 dərəcə şərq uzunluğu. 30 dərəcə qərb uzunluğundan Greenwich meridianı 30, buradan da 70, 100 dərəcə. Düzdürmü? İndi 100 dərəcə. 15-ə bölünən 90-dır da, düzdür. 100 dərəcəni yaza bilərəm, 90 bölü son. 90-ı bölərəm 15-ə, eləyər nə? 6 saat. Onu da vuracam 4-ə, eləyəcək nə qədər? 40 dəqiqə. Deməli, 6 saat 40 dəqiqə. Bu, bunun birinci yolu. Və yaxud 100-ü vururam 4-ə, eləyir nə qədər? 400. 400-də bölürəm 60-a, 6-6-36, nə qədər? 6 saat 40 dəqiqə. Eyni şeydir də, belə deyirlər, doğru deyirlər, keçərlərsə nəzər keçər. Aynı oldu. Deməli, 6 saat 40 dəqiqə buradan bura nə var? Fərq var. İndi bizə qərbədəki məntəqənin saatını verir. Şərqdəki soruşur və biz qeyd edərik ki, şərqdəki məntəqələr vaxt sardan qərbədəki məntəqələrdən irəlidir. 13 əlinin üstünə 6-40 gəlir. Eləyir 19-90. Düzdür? 19-90 deyə bir anlayış yoxdur. 19 üstə 30 üstə 60. Düzdür? Bu 60 dəqiqə də nədir? 1 saatdır da. Deməli bu nədir? 20-30-dur. Yaxşı mı? 180 dərəcəli meridian olacaq tarix dəyişmə meridianı. Yəni 180 dərəcədən o izə bu izə keçəndə tarix dəyişir. Fikrim çatdır. Cekizanın da bir kinosu var. Nə bilim neçə gün yer kürəsi ətrafında. Orada da orada. Magellan'da təqvimdə bir gün ekspedisiyası gəlirlər çatdılar ki, bir gün qeyd eləmədiyinə görə bir gündən keşiş satdılar, tez satdılar və s. Bax belə. Sonra burada nə qalır? Demək olar ki, heç bir şey qalmadı. İndi keçək güvəndən testlərə baxaq.